insan olmaqdan çəkinməyin. İnsan olun. Birinci insan olun. Daha sonra artıq bax, dua eləyə bilmirsən. Çoxunuz bilirəm ki, uşaqlıdır, ailə var, filan var. Məişət hal-hazırda həyatda elədir ki, yəni yaşamaq üçün işləməlisən falan. İnsan 8 saat hər kəs oturub dua eləyə bilməz. Otur səhəri təşəkkürlə aç. Bunu çox adam deyir, düzdürmü? Minnətdar ol. Amma bunun hansı bir frekansa, belə deyim, bu sözün sahib olduğunu heç kim izah eləmir. Sən Allaha bir dəfə də ondan heç nə istəməyin də. Bir dəfə də əlimizi açaq, ondan heç nə istəməyək. Sadəcə var olduğumuz hər bir şey üçün təşəkkür eləyək.